Ümumiyyətlə, ağrını alan toxuma, yəni mənbə sinirdir. Alan və ötürən. Əzələnin içindən sinirləri söküb çıxara bilsək, əzələ ağrısa informasiya getməyəcək. Mən həmişə deyirəm ki, sinirlər bizim kablolarımızdır. Bu elektrik kablolarımız var. Bütün axın oradan gedir. İnformasiya oradan gedir. Ağrı da oradan gedir. Digər hissiyatlarda hamısı oradan nizamlanır. İnsanlar çox vaxtı bunu sinir ağrısı kimi dəyərləndirirlər, amma sinirlər əslində sadəcə bir ötürücüdürlər. Ağrını verən əzələdir. Bağdır, fasciyadır, digər strukturlardır. Ona görə əslində bu termin düzgün deyil. Ya əzələ sinir ağrısı deyilməlidir, ya da əzələ ağrısı deyilməlidir. Sinirlər çox nadir ağrıyırlar. Nə vaxt ağrıyırlar? Onların əlavə baskıları olanda, özlərinin iltihabı prosesləri olanda və s. Burada artıq detallar çoxdur. Ya mən insanlara, pasientlərə çox vaxt deyirəm ki, bu sinir ağrısı deyil, əzələ ağrısıdır. Yəni, amma oradan ötürülür informasiya. Yəni, bu bir-birinin əslində birlikdə çalışırlar. Sadəcə olaraq insanlarda belə formalaşıb.